Sualda soruşulur, günahların insanın həyatına necə təsiri ola bilər? İnsanın günahlarının onun həyatına çox böyük mənfi təsirləri ola bilər və Allah Subhanahu taala çox günahları bağışlayandır. Yoxsa insan daha çox bəlalar, daha çox şiddətlər başına gələrdi. Və dualar səbəbdir insanın qəlbinin daşlaşmağına, insanın imanının zəifləməsinə, təqvasının azalmasına, əxlaq tərbiyəsinin zəifləməsinə, Quran və sünnədən kənara çıxmasına və həmçinin günahlar səbəbdir insanın ibadətlərinin, xüsusən də dualarının qəbul olmamasına və günahların insanın həyatında nə çox mənfi rolu və həmçinin Allah Subhanahu taala Quranda buyurur, sizin başınıza gələn hər bir şey əməllərinizin ucbatındandır, yəni etdiyiniz günahların ucbatındandır. Yəni insanın başına bəlalar gəlir bu dünyada etdiyi günahların səbəbi ilə və həmçinin daha dəhşətli olanı günahlara əgər tövbə olunmazsa, insan qiyamət günü Rəbbinin qarşısına günahlarla gedərsə, yəni təbii ki, Allah bilir onun artıq aqibəti nə olacaqsa. Allah Subhanahu taala ona şərik qoşanı, ortaq tutanı bağışlamaz, bundan başqa olan günahı istədiyinə bağışlayar. Digərləri isə əzabını çəkər.